Kameraman qardaş, yaxınlaş zəhmət olmasa bu gözəlliyi götür də. Dostlar, bu günlərim 17 aprel 2026-cı ildir. Bir dənə zəhmət olmasa bu xamanın gözəlliyinə baxın. Baba. Gündəlik 3-4 vedrə belə xamalarımız gəlir. Həqiqətən baldır. Və burada nəyimiz var? Yolot kətəsi. Yolot kətəsi o qədər gözəldir. Bir dənə buna baxın, bir dənə buna baxın. 1001 dərdin dərmanıdır. 1001 dərdin dərmanı. Yaxınlaşdır, əzizim. 1001 dərdin dərmanı. Demək, bu kətəni yemək istəyən hara gəlməlidir? Gəncə şəhər Gülüstan qəsəbəsi Alov restoranına və Göygöl rayon Topolasanın kəndində yerləşən Məngük restoranı. Əzizlərim, yəni bilin ki, bizdə pişən kətələr tam organik, tam gözəl, tam yüksək səviyyədə, tam gözəl təmizlənir, hamısı yüksək səviyyədə və müştərilərə təqdim olunur. Əziz dostlar, bu xamadakı bilin ki, yəni bir dənə bizdədir. Bir dənə baxın buna. Yaxınlaş kameraman qardaş. Bir dənə baxın bu gözəlliyə. Xamı elə bir saqqızdır uzanır. Bir dənə baxın, bu təmiz inəyin xamasıdır. Yəni burada başqa heç bir şey ola bilməz. Bir dənə baxın, dükan xaması falan deyil. Təmiz kənd xamasıdır. Öpürəm sizləri, var olasınız. Allah Taala hər birimizin urzamızı versin ki, hər bir kəs bu gözəllikdən dada bilsin. Öpürəm sizləri, var olasınız.